Azərbaycandır. Bunu meşə yanğınlarında deyə bilərəm. Bizim Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin yanğın söndürənləri özlərini odun içərisinə atırdılar ki, oradan Türkiyə bayrağını xilas eləyəcəklər. Amfibiya təyyarələrimiz ilk olaraq havaya qalxdı meşə yanğınlarında. Çünki biz qardaşlarımızın köməyinə gedirdik. Biz qardaş sözünü dildə demirik sadəcə olaraq. Biz qardaşlığımızı əməlimizdə göstəririk. Azərbaycan məhəlləsi bilirsiniz necə məhəllə qurulub Türkiyədə? Siz gözəl bilirsiniz əslində. Azərbaycanı suçlayanlar lap gözəl bilirlər Azərbaycanın dəstəyini Türkiyəyə. Neyək ki, onların da yanaşması ondan ibarətdir. Amma bu bir yerdə dayanmalıdır. Türkiyədə dağıntılar altında qalan onlarla insanı məhz Azərbaycanın xilas ediciləri xilas etdilər. Xəsarət alanlara məhz Azərbaycanın ora təyin olunan, elzam olunmuş həkimləri xilas etdilər, həyata qaytardılar. Yerlə yeksan olunan məhəlləni Azərbaycan məhəlləsi adında məhz Azərbaycan qurdu sizə verdi. Bir ömür yaşayacaqsınız.